Bugün qadın mövzusundan danışacağam. Əbəs deyil mart ayını seçməyim. Çünki qadını aylardan ən çox marta bənzədirəm. Orda ümid də var, orda sakitlik də. Orda çılğınlıq da var, orda sevgi də. Günəşin parıltısı da var, soyuqluq da. Mart ayında həm də cücərti var. Bayramlar ayıdır. Adı üstündə. Martdır, qadının başqa adı da, bayramdır. Bu haqda, qadın haqqında düşünürəm ki, danışmağı maraqlı olan, söhbəti maraqlı olan qonağımız olmalı idi. Arzu xanım Bağırova, xoş gəlmisiniz. Xoş gördük Zümrüd xanım. Mən də sizi və tamaşaçılarınızı salamlayaraq dəvətiniz üçün təşəkkür edirəm. Arzu xanım, Azərbaycanda qadın olmaq missisadırmı? Qadın olmaq gücdürmü, çətindirmi? Azərbaycanda qadın olmağın çətin və müsbət, mənfi, bütün bu tərəflərindən danışacağıq bugünkü söhbətimizdə. Sizin üçün Azərbaycanda qadın olmaq, bu torpaqlarda qadın kimi doğulmaq nə deməkdir? Baxın, insan olaraq, fərd olaraq kişi və ya qadın dünyaya gəlmək bizim seçimimiz deyil təbii ki. Dünyaya gəlirik, valideynlərimizi seçə bilmirik, cinsiyyətimizi seçə bilmirik. Müəyyən yaşda təbii ki, fərqli-fərqli yanaşmalarda, fərqli-fərqli ailələrdə böyülərək, valideyn tərbiyəsinə yola çıxaraq, daha sonra həmişə bunu sevərək təkrarlayıram, özünü dərki, özünün şuuru anlayaraq bir insan modeli formalaşır da. Bəli. Yəni qadın kişiyə ayırmamaqdan öncə. Amma, elə ki, tərbiyə alaraq anlayırıq ki, mən qadınam, Hı hı. mən, əvvəl insan olaraq təbii bu tərbiyəni alırıq da, belə deyim. Mən qadınam, mən gələcəkdə ana olacam, mənim, müəyyən bir missiyam var. Hı. Bunu anlamaq lazımdır ilk öncə. Yenə dediyim kimi, bunu analarımız tərbiyə verir bizə, sonra biz, şuuraltımızla anlayırıq və bir yola çıxırıq. Artıq burada seçimlər başlayır Zümrüd xan. Yəni, biraz öncə, insan olaraq düşünərək dediyimiz şeyi, artıq qadın olaraq mən bunu eləmək istəyirəm, mənim missiyam budur, mən bu işdə daha faydalıyam. Çünki təkcə qadın olaraq ana olmuruq biz. Valideynlərin qarşısında öhdəliyimiz, məsuliyyətimiz var, övladlarımızın qarşısında, işlədiyimiz yerdə. Bəli. Yəni artıq, insan özünə bir, rol model seçir. Mən özümü, necə təqdim eləməliyəm? Azərbaycanda qadın olmaq mən düşünürəm ki, çətin deyil. Hı hı. Azərbaycanda qadın kimi yaşamaq, qadın kimi böyümək, ana kimi, missiyanı ortaya qoymaq çətin deyil. Bunun üçün bizim ciddi təzyiqlərimiz yoxdur, Hı hı. qanunlarımızda boşluqlar yoxdur. Sadəcə özümüzə yüklədiyimiz məsuliyyət və öhdəliklə necə qadın və necə ana olmaq istəyirik, artıq o bizim öz seçimimiz olur. Arzu xanım, bir də sizinlə razılaşmayacağam. Çünki Buyurun. düşünürəm ki, indi bu dövrdə Azərbaycan qadını ən böyük sınaqdan keçir. Çünki bu gün Azərbaycan qadını heç olmadığı qədər azadlıq və sərbəstliyi qarışdırıb. Bu gün Bunu doğru Azərbaycan buyurursunuz. qadını heç olmadığı qədər səbrlə səbirsizliyi qarışdırıb. Heç olmadığı qədər doğrunun nə olduğu ilə yanlışın nə olduğunu bir-birinə qarışdırıb. Ən çox da azadlıq anlayışını məncə düzgün anlamayıb Azərbaycan qadını. Bizə bəlkə də o yaşdayıq ki, bu qədər böyük və pafoslu danışmaq düşməz mənə, amma izlədiyim odur, gördüyüm odur ki, bu gün efirlərimizdə hər kəsin sosial şəbəkəsi var. Orda gördüyüm odur. Mənə gördüklərim onu diktə edir ki, nəyisə səhv anlayıb Azərbaycan qadını. Sizinlə bu mövzuda 250 razıyam, amma Zümrüd xanım, düşünürəm ki, siz də, mən də təcrübələrimizdən dolayı elə yaşdayıq, müşahidələrimizdən, qənaətə çıxaraq, çox səmimi fikir söyləyə bilərik. Bu fikirdə sizinlə 250 razıyam. Çətin bir dönəmdən ona görə keçir ki, özü istəyərəkdən o yolu seçir Zümrüd xanım. Səhv yolu. Azərbaycan qadını sözün həqiqi mənasında sizinlə 250 razıyam ki, təbii hamısına biz şamil etmirik. Əlbəttə ki. Hər sahədəki xanımlarımızı şamil etmirik. Bəzi mövzuda qarışdırma mövzusunda mən sizinlə 250 razıyam. Amma çox sərbəstdir,
Çox azaddır. İstədiyi ixtisası, istədiyi sahəni, istədiyi mövqeni Azərbaycan qadını seçə bilir. Yetər ki, çox doğru vurğuladınız, qarışdırmasın. Qarışdırmasın. Sağalma dönəmi nə vaxt başlayacaq sizcə? Doğrunu dərk etmə dönəmi. Mən belə fikirləşirəm. Onu da deyim ki, dostlar, Azərbaycan kişisindən də danışacağıq. Elə bilməyin ki, onları göz ardı edəcəyik, amma başqa bir söhbətimizdə bu gün Azərbaycan qadınından danışacağıq. Ona görə də icazə verin ki, müsbətimizi və mənfimizi Bəli. elə özümüz qadınlar danışaq. Doğru buyurursunuz. Qazax alimi, tarixçi alim Darhan Kıdralının çox sevdiyim bir sözü var və onu çox tez-tez də təkrarlayıram. Bir gün görüşlərin birində o dedi ki, çox təəssüf ki, insan bəzən ən böyük səhvini ən güclü vaxtında edir. Çox istərdim ki, Azərbaycan qadınına bu qədər sərbəstlik verildiyi halda o yanlışlıqlarını deyil də yaxşı mənada öz gücünü ortaya qoysun. Bəlkə buradan xanımlarımız biraz öncə vurğuladığınız kimi yanlış anlaya bilərlər, amma insana özünü də aldatmağıdır da, yəni səhvləri görməsin və ya onları ört-basdır eləsin. Çünki dediyim kimi böyük bir əhatəmiz, çevrəmiz var, öz təcrübəmizdən yola çıxırıq, müşahidə elədiklərimizdən görürük. Bugün Azərbaycan qadını güclü dönəmini yaşayır. Ən güclü dönəmi. Ən güclü dönəmini Bəli. yaşayır. Mən bunu belə fikirləşirəm. Çox da istərdim ki, Azərbaycan qadını bu gücündən yaxşı anlamda istifadə eləsin. Baxın, biraz öncə dediyim kimi, insan özünü dərk etdiyi zaman, özü üçün o missiyanı qoyduğu zaman, mən harda faydalı ola bilərəm, mən hansı sözümdən, hansı əməlimdən, hansı işimdən zərrə qədər də olsa faydam toxuna bilər. Çünki Azərbaycan qadını mərhəmətlidir. Doğru. Azərbaycan insanının içində o mərhəmət var. Mərhəmət də elə bir duyğudur ki, insanı belə deyim də, haqsızlıq etməyə qoymur. Çəkindirir. Çəkindirir. İnsanın içində o mərhəmət duyğusu varsa, o empati, bax bu dəqiqə Azərbaycan qadınında, ümumiyyətlə Azərbaycan insanından yola çıxıram. Çox əksik qalan tərəf empati qura bilməməyidir. Baxın, mən övladlarımla tərbiyə dönəmində də hər zaman bunu deyirəm. Bir qərar verməmişdən öncə mütləq o insanın yerinə özünüzü qoyun. Bəli. Mənim başıma belə bir hadisə gəlsə, mən necə qərar verərəm? Və ya ədalətli olmağa çalışırıq, çağırırıq övladlarımızı da, indi tərbiyə mövzusundan danışaq, ora toxunmuş olarsaq. Nə deyirik? Öz hisslərivi və öz çıxarıvı o işin içinə qoymadan verdiyin qərardır, ədalətli qərar. Mütləq empati qurmağı bacar, mütləq fikirləş, mən qarşılaşsam belə hadisə ilə necə qərar verərəm. Baxın, buna çağırmaq lazımdır. İstər qadınlar olsun, istər kişilər olsun. Təbii ki, biz təşkilat olaraq yola çıxanda məktəblilərlə görüşdüyümüz zaman, çünki düşünürük ki, bu təbliğatın çox böyük önəmi var, həddən artıq. Mütləq ona çağırırıq uşaqlarımızı. Çağırırıq, təhsilli olun, dilləri öyrənin, yeni dünyanın reallığı ilə əyaqlaşın, fərqli yanaşmamız olsun, vizyonumuz geniş olsun. Amma mütləq canavar təhsillilər yetişdirmək lazım deyil. Mərhəmət duyğusu və empati hissi yüksək olan uşaqlar yetişdirmək lazımdır. Türkiyəli məşhur psixoloq, bu aralarda serialları məşhur olan Budayıcıoğlu'nun bu yaxınlarda müsahibəsinə qulaq asdım. O dedi ki, mən uzun sürən təcrübələrimdən və işlərimdən sonra qərara gəldim ki, nə çox cahil ana kimi, nə də həddindən çox savadlı ana kimi uşağımı böyütməyəcəm. Biz dedi, çox biləndə də bəzən hər şeyi uşaqlara o da olmaz, bunu da bu cür ən yaxşısını etməlisən, həddindən artıq mükəmməliyyətçilik edib uğursuz uşaq böyüdə bilirik. Hər şeyin ortasını, orta yolunu tapmaq lazımdır. Mən dedi, orta savadlı ana kimi uşaqlarımı tərbiyə elədim. Bu mənə təsir elədi. Açığı xoşuma gəldi bu fikir. Arzu xanım, sizdən bir şey soruşacağam. Azərbaycan qadını bu qədər biraz içində üsyan, bu qədər azadlığı həddindən artıq doya-doya yaşamağının səbəbi yorğunluqdurmu? İllərlə anasının, nənəsinin belə deyim acığını indiki zamanədənmi çıxır? Bu qədər fədakar olmaq, bu qədər səbirli olmaq, onun gördükləri onu yordumu? Analarımızın, nənələrimizin həyatından qorxduqmu? Yenə dediyim kimi, mən elə düşünmürəm Azərbaycan qadını yorğundur. Bu dönəm, bu yaşadığımız dönəm bizim çox rahat dönəmimizdir.
Amma o azadlıq arzusu mən elə bilirəm ki, sosial şəbəkələrin bu qədər geniş vüsət alıb, yanlış təbliğat seriallarından yola çıxaraq, qadınlarımızda bir bəzilərində də təbii biz bunu hamısına aid Əlbəttə. etmirik də. O qarışıq fikirlərdən yola çıxaraq ona belə bir don geydirirlər. Mən yoruldum və ya anam bu qədər təzyiqə məruz qaldı. Nənəmin yaşadığı dönəm başqa bir dönəm idi. Nənəm meşədən odun gətirirdi, quyudan su çəkirdi. Bəli. 10-11 uşaq dünyaya gətirirdi. Nənə hər cürə fədakarlığa qatlanırdı. Bəli. Bugün hansı qadına deyilir meşədən odun gətir? Yaxşı ki deyilmir. Bugün hansı qadına nənəsinin yaşadığı çətinlikləri deyirəm də. Bəli. O dövrdə nənə onu çətinlik kimi algılamırdı. Onun yaşayış və həyat tərzi idi. İndi çox nadir halda bölgələrimizə üz tutanda görürük xanımlarımız təndirə çörək yapırlar. Hələ qalıb. Çox azdır. Yaxşı ki, Çox azdır. İndi gələk analarımızın tərəfinə. Analarımızın dönəmində biraz hər şey daha rahatlaşdı, daha əlçatan oldu. Amma yenə də əgər analarımız o fədakarlıqları ortaya qoyurdusa, təhsilli övladlar yetişdirməyə çalışırdılar, özlərinin təhsili olmayaraq. Bəli. Baxmayaraq ki, o bölgədən çıxan analarımızın təhsili yox idi. Hansısa səbəbdən almamışdılar Bəli. təhsilini. O düşünmədi ki, doğru yol budur. O düşündü ki, mən əldə eləməmişəm, amma övladıma o təhsili verməliyəm. Axı biz nənələrimizin, analarımızın yaşadıqlarını ki, onlar onu həyat tərzi olaraq qəbul ediblər. Heç yorulmayıblar onlar. Niyə biz ona elə bir don geyindirməliyik ki, onlar bezdilər, onlar yoruldular da, indi mən haqq səsimi qoyuram ortaya. Haqq səsi qoymaq üçün o qədər işlər var ki, ortaya qoymaq üçün. Amma içindəki üsyan yanlış təbliğatın nəticəsində olan üsyandır Zümrüd xanım. Bugün əgər bir qadınımız üsyan eləyirsə, azadlığını heç kim mənim işimə qarışmasın. Hara istəsəm gedərəm, hara istəsəm gələrəm. Nə zaman istəsəm yataram, nə zaman istəsəm duraram. Ürəyim istəsə bu işi edərəm, ürəyim istəməsə etmərəm kimi düşünürsə, o içindəki üsyan yanlış təbliğatdan maarifləndirilib çıxdığı yoldur. Regional hüquqi və iqtisadi maarifləndirmə ictimai birliyinin sədrisiz Arzu xanım. Adı da belə samballı bir ictimai birlikdir. Çox üzr istəyirəm, işlərimiz daha önəmlidir. Sözsüz Adımızdan da ki, işimiz önəmlidir. çünki nəyə görə mən elə adından vurğuladım? Mən sizin işlərinizlə tanış olanda sizə olan sevgim, hörmətim daha da artdı. Təşəkkür Çünki sizin işlərinizin içində böyük bir Azərbaycan sevgisi var. Orada maarifləndirmə var. Orada insan hüquqlarının qorunması, insanın hüquqlarının bilməsinə yönəlik işlər var. Orada insanın bütün dövrlərdə yeganə dostu kitablara olan dəstək var, sevgi var. Ona görə də işlərinizi bilənlər bilir, bilməyənlərə tövsiyə edirəm ki, bütün podkastlarında, işlərində, Arzu xanım haqqında söhbətlərdə siz görə bilərsiniz. Baxın, Arzu xanımı tanıyın yaxından. Mən isə sizdən işgüzar xanım olaraq soruşacağam ki, işgüzar xanımlar həm də zəhimli xanımlardır. Belə deyim ki, çətin adam damğası vurulur. Çətin xanımdır. Bu damğa sizi incidirmi? Belə bir, daha doğrusu yük çiynizə götürmüsünüzmü ki, mən çətin adam olmalıyam, mən belə deyim, zəhimli olmalıyam ki, bu işimin öhdəsindən daha yaxşı gəlim. Yoxsa işgüzar xanım olmaq üçün heç belə adlara, bu geyimlərə ehtiyac duyulmur? Belə deyim Zümrüd xanım, hər nə olmağından asılı olmayaraq mən insanam. Özümü hər zaman ona kodlayıram, ona hazırlayıram. Ən yaxşı nə edə bilərsənsə onu elə, nə edəcəksənsə ən yaxşını eləməlisən. Nə olunmağından asılı olmayaraq haqsız və ədalətsiz olmamalısan. Amma zəhmli və çətin işinə gəlirsək, mən çətin adamam. Aha. Əbəs yerə deyilmir o zaman. Mən niyə çətin adamam? Çünki belə deyim, nə qədər mərhəmətli olsam da, yenə dediyim kimi, nə qədər faydalı olmağa çalışsam da, mənim olar olmazlarım çox ağırdır. Olar olmazlarım bu ailədə də belədir. Konkretdir. Bu övladlarımla da belədir. Baxın, mühafizəkar tərəfim olsun və ya iş barəsində olsun. Mən düşünürəm ki, mən nəyisə kimisə aldadaraq, kiminsə haqqını yeyərək, haqqına girərək və ya sui-istifadə eləyərək onun hörmətindən
Əstəğfurullah, yalan da mən belə şeyləri sevmirəm. Mən o qədər bir şeyi üzərimə götürdümsə ki, bunu edəcəm, mən onu heç vaxt yalana bürüyüm, bəhanələrə bürüyüm. İstənilən bəhanə ilə özümü vəziyyətdən çıxardaram da ki, xarakterim yoxdur. Niyə çətin adam deyirəm? Bu çətinliyi mənim özümə çətinlik yaradır. Heç kimə yaratmır. Bu mənim özüm üçün qoyduğum qayda qanunlardır. Bu mənim olar olmazlarımdır. İşin öz planı var, evin, ailənin öz planı var, dostlarla, doğmalarla, tanışlarla öz planı, öz olar olmazları var. Bu çətin adam mənim özüm üçün olan çətinliyimdir. Yəni mən rahat insan, hər şeyi axarına buraxım. Hər şey nə olar olar da, bu gün işin sabahı saxlasam da olar. Sonra belə görüşərik də, sonra danışaram da, yola verim getsin və ya əstəğfurullah, yalan danışım getsin. O mənə, özümə çətinlik yaradır, kiməsə çətinlik yaratmır. Amma bilmirəm, dostlardan, tanışlardan və ya doğmalardan soruşsaz necə deyərlər? Mən Nilufərdən soruşmuşam. O qədər tərifləyib sizi, o qədər sizin haqqınızda, sizin bişirdiyiniz yeməklərin dadından, təmizliyinizdən, belə mərhəmətli olmağınızdan o qədər danışıb ki, sizi çox sevmişəm onun sözlərinə inanaraq. Amma işgüzar xanımlara belə bir donda geyinir. Bəlkə işgüzar olmağın verdiyi tələbdir bu, gətirdiyi tələbdir. Bəlkə belə olmasaq heç uğurlu da olmaz bir qadın. Bunu da bilmirəm, amma çox sağ olun ki, səmimi dediniz ki, Əlbəttə, o çətinliyiniz bir var. mənalı şəkildə səmimi olmaq lazımdır. Məncə də. Yenə dediyim kimi, vurğuladığım kimi, mən özümə hər zaman o qrafiki, o planı, o disiplini, o nizam-intizamı ağlım kəsəndən, özümü dərk eləyəndən, ailə həyatına atılandan, övlad sahibi olandan, iş sahibi olandan sonra həmişə o suallarım, o sualların cavabı, o olar olmazlar hər zaman olub və mənim həyatımda bəhanələrə heç bir zaman yer olmayıb. Nə gözəl cümlədir. Bir qadının həyatında bəhanələrə yer olmamalıdır. Qadın nə istədiyini biləndə daha uğurlu olur. Heç şübhəsiz ki, çoxlu insanlarla təmasdasız, bölgələrimizə gedirsiniz Arzu xanım. Azərbaycan qadınının ən böyük mübarizəsi kiminlədir? Öz daxilindəki məni ilədir, yoxsa cəmiyyətdə hələ də qınanılan, bütün günahları bayaqdan mənfi tərəflərdən danışdıq, verdiyimiz savaşdan, Azərbaycan qadınının keçdiyi dönəmdən danışdıq. Biraz da bundan danışaq. Nə hadisə olursa birinci daşlanan qadındır. Hansı hadisə olursa birinci şərlənən, üstünə günah atılan, tənbih olunan qadındır. Bəs bizim ən böyük mübarizəmiz kiminlədir? Cəmiyyətlə, hələ daşlanan olmaqla, yoxsa öz daxili mənimizlə? Zümrüd xanım, Azərbaycan qadını çox şanslı qadındır. Uzun illər, uzun dönəm belədir. Azərbaycan qadınının rolu, yeri tariximizdə, cəmiyyətimizdə hər zaman fərqli olub. Dünyanın bir çox əzilən xalqlarına, baxın, hətta deyim, dövləti olmayan xalqlarının qadınlarına baxarsaq, bizim Azərbaycan qadını çox şanslı qadındır. Mən hər zaman söyləyirəm, bizim ən ali varlığımız müstəqil Azərbaycanımızdır. Bir mənalı. Bir müstəqil dövlətin vətəndaşı olmaq bu artıq bir başqa ayrıcalıqdır. Amma sualınıza gələrsək, baxın, cəmiyyəti susturmaq asandır. Yəni, haqla, ədalətlə, faktlarla, hətta nahaqla üzləşsən belə, hətta nahaqlara məruz qalsan belə, əlində sübutun varsa, yəni ortaya qoymağa faktın varsa, öz gücünlə, iradənlə hər şeyi, o bir məsəl var ya bizdə, düz-düzünə ortaya qoya bilirsənsə, sən hər bir halda yanlışı susturacaqsan. Biraz da səmimiyyətdən danışdıq, biraz da səmimi olsaq, bəzən biz nahaq ola da qarşımızdakını sustura bilirik. O söz var ya, elə bağırırıq, doğrunu sustura Onun da bilirik. geci tezi var Zümrüd xanım. Yəni bütün hallarda deyirsiniz ki, Haqq- cəmiyyəti haqq yaxud da nazilər ətrafımızı üzülməz. yaxşı ki, haqq üzülmür. Doğru. Çünki son sığındığımız həmişə haqq olur. Amma bütün hallarda deyirsiniz ki, susturmaq mümkündür bir şəkildə. İstər doğru ilə, istər belə deyim, hüquqla, istər mübarizə ilə, biraz çətinliklə, biraz səbirlə. Bəs Bəli, ora gəlirdim. Bəlkə biraz zaman ala bilər, bəlkə biraz səbrimizi zorlaya bilər, bəlkə bizim səbrimizdən də sui-istifadə eləyib o zəif düşdüyümüz anda başqa bir nahağı da eləyə bilərlər. Amma təbii ki, mən hər zaman Tanrının ədalətinə, ilahi ədalətinə inanmışam və ona da inananlardanam ki, haqq nazilər, amma üzülməz. Amma ən böyük savaş insanın öz-özü iləndir, öz nəfsi iləndir. Baxın,
Onu sən istəyəndə susdura bilirsən, istəyəndə cavabını verə bilirsən. İçindən bir şey sənə deyir ki, get qisas al. O sənə haqsızlıq eləyib. Amma bir anlıq düşünəndə fikirləşirsən ki, insanıq. Mən gedim işimlə məşğul olum. Mən daha harda yaxşı iş görə bilərəm, o işlərə imzamı qoyum. Vaxtımı ona sərf eləsəm ki, onun elədiyi haqsızlığa qisas almalıyam. Baxın, artıq insan içində bir kin toxumu əkir. Kin toxumu da insanın içində əkildiyi zaman avtomatik olaraq biraz yanlış insana çevrilirsən. Evet. İnsanın ən böyük savaşı qadının, əgər qadın deyə yola çıxırıqsa, insanın özü ilə olmalıdır. Bəs qadının düşməni hələ də qadındırmı? Ay, çox təəssüf, çox təəssüf. Hər sahədə, hansı sahənin insanını danışdırsan, soruşsan, paxıllıqla üzləşdiyini, düşmənlərlə üzləşdiyini, ayağımın altını qazanlar olduğunu deyəcəklər. Amma yenə deyirəm, əgər bir yola çıxanda fikrimizi, işimizi, enerjimizi onlarla mübarizəyə ayırsaq, onda heç bir uğurdan söhbət gedə bilməz Zümrüd xanım. Qadın qadının bəzən yurdu yox, dərdi olur. Qurdu ola bilər bəzən, çox təəssüf. Təəssüf ki, Olacaqmı? Olacaq. Aldadarıq özümüzü desək ki, hər şey dörd dörtlükdür, hər şey idealdır. Axı belə bir insan yoxdur, belə bir cəmiyyət yoxdur. Varmı? Var. Biz bunları inkar eləmirik. Demirik hər şey mükəmməldir. Hər kəs idealdır və ya mən özüm heç bir səhvim yoxdur. Amma bilirsiniz, o balans məsələsi var da, tarazlıq məsələsi var. Sən özünü hara kökləyirsən, sən özünü hara yönləndirirsən. Baxın, içimizdə bir mələk var, belə deyim, ağ geyimli. Bir də qara geyimli bir şeytan var. Bu hamının içində var. təəssüf ki var. Axı hansını bəsləməyimizdən asılıdır da. Baxın, valla mən buna inanıram. Özümü belə inandırmışam, belə kökləmişəm. İnandırmaqdan da əlavə yola belə çıxıb, belə faydasını görmüşəm. Məndən böyük olanlar, doğru həyat yolu seçənlər heç bir zaman yox ay Arzu, get o sənə eləyəndən qisas al ginə. Sənin haqqında yanlış fikir söyləyənin üzünə dur. Yox ay Arzu, fikir vermə, sən öz düz doğru bildiyin yolla davam elə. Mən həyatımı belə kökləmişəm Zümrüd xanım və düşünürəm ki, əgər səmimi olmalıyamsa öz təcrübələrimdən yola çıxmalıyam. Evet. Və mənim işim bir təşkilat sədri olaraq bugün bölgələrdə məktəblərimizə üst tuturuq, universitetlərdə bizim maarifləndirici seminarlarımız Bəli. olur. Axı biz insanları mənfiyə səsləyə bilmərik. Biz uşaqlarımızın içinə kin toxumu əkə bilmərik. Yox, illah da get qisas al. Biz uşaqlarımıza tariximizlə bağlı bir maarifləndirici məsələn seminarımız və ya tədbirimiz olur. Azərbaycanımıza sahib çıxın, tariximizə sahib çıxın, hətta mətbəximizə sahib çıxın, bizim milli mənəvi dəyərlərimizə sahib çıxın. Bəli, düşməni yaxşı tanıyın, gələn zərbə hardan gələcək, onu yaxşı bilin. Ona doğru sərrast cavab verə bilmək üçün hər şeyi daha dərindən öyrənin, daha dərindən sahiblənin. Amma uşaqlara desək ki, hər zaman yox, qisas almağa çalışın və ya da nə bilim, sən də get onun yoluna bir daş qoy, onun elədiyi kimi sən də get ayağının altını qaz. Nə Heç kimə böyüdəcəyik? inanma. Nə böyüdəcəyik? Bəli, uşaqlarımıza doğrudan da qadınlar uşaqlarına sevgini, inamı, məhəbbəti aşılamalıdırlar. Çünki gələcək onların əlindədir. Sevgisiz gələcək də çox böyük uçurumdur və qaranlıqdır. Arzu xanım, uğurlu qadının həm də uğurlu ailəsi. Bu çox az rastlantıdır. Səmimi danışaq. Çünki uğurlu qadın, uğurlu ailə, uğurlu həyat yoldaşı, uğurlu ana, hətta nənə, bunların hamısını bir yerdə bir damın altında toplamaq böyük uğurdur, böyük bacarıqdır, məsuliyyətdir, səbirdir, çətinlikdir, bilmirəm. Sizdən soruşacağam. Bu qədər belə deyim ki, çətin daşları bir yerə toplamaq necə başa gəlir? Nəyin nəticəsində əldə olunur bu? O söylədiklərimizin hamısı onun içində var. Səbir də olmalıdır, dözüm də olmalıdır, çətinlik də olacaq. Mən hər zaman deyirəm, mən güclü qadını problem yaradan deyil, problemlərin və bəhanələrin arxasına sığınan deyil, o problemi həll eləyib, bir daha o problemin baş verməməsinə şərait yaradan qadın hesab edirəm. Yenə deyirəm, baxın, yalan söyləməyin bir anlamı yoxdur. Bəli. Yəni durub bu yaşa qədər həyat hekayəmizi danışarsaq,
bunu gözəl sözlərlə bəzəməyin də bir anlamı yoxdur. İnandırıcı olmur onsuz da. İnandırıcı da İnsanlar o olmur. Bəli. pafosdan yorulub artıq. Hər zaman bunu hər zaman dönə-dönə təkrar edirəm və arzuluyuram. Bütün qızlarımızın ən böyük şansı gözəl atanın əlindən gözəl kişinin ürəyinə köçə bilməkdir. Oy, nə gözəl cümlədir bu. Kaş ki bütün övladlarımıza, əsasən də qızlarımıza bu qismət ola. Bunu hamı arzuluyur. Bütün övlad böyüdən analar da arzuluyur. Amma həyat hər zaman bizim istədiyimiz kimi olmur. Və bu gün məsələn biz qadın təcridxanalarında oluruq və mən onların həyat hekayələrini çox dinləyirəm. Çox qismi görürəm, çox bəhanələrin arxasına sığınaraq o yanlışı törətdiyini deyir. Və ya da məsələn elə qadınlar tanıyırıq, biz Nilüfərlə bərabər o qədər heyranlıqla izləmişəm. Çox çətin atanın əlində böyüyüb, gəlib çox çətin belə deyim bir kişinin həyat yoldaşı olub, şiddət görüb, imkansızlıq görüb, çətinlik görüb, amma gedib o yanlışı törətməyib. Mən ayaq üstə durmalıyam. Mən anayam, övladlarımı böyütməliyəm. Min zülmlə işləyib, çətinliklə nə isə əldə eləməyə çalışıb. Baxın, tez-tez bunu deyirəm. Həyat heç kimin önünə rahat-rahat gəlib qoyulmur. Amma biraz öncə söylədiyim kimi, birinci bizim silahımız, yol yoldaşımız daha doğrusu səbr olmalıdır. Təmkin olmalıdır. Mütləq problemin həllinə köklənməliyik. Problemdən problem çıxartmamalıyıq. Səbr olduğu zaman, təmkinlə yanaşdığı zaman bilməmək eyib deyil. Bəlkə kimdənsə məsləhət də almaq olar. Ailə böyüklərinə də üst tutmaq olar. Amma məsələni dərinləşdirəndə, problemdən problem çıxardığında o iş həllini tapmır Zümrüd xanım. Haklısınız. Mənsə hər zaman zamanımı doğru dəyərləndirməyə çalışmışam. Heç bir zamanda qəbul eləməmişəm bu sözü. Ailəmi karyerama qurban verdim və ya karyeramı ailəmə qurban verdim. Heç bir xanımdan da istəmirəm bu söz həyatında olsun. Bəlkə biraz ertələmək olar. Hansını? Hər ikisini. Aha. Hər ikisini bəlkə ertələmək olar. Amma yetər ki zamanını doğru dəyərləndirib biraz ertələmək deyirəm. Baxın, yanlış anlaşılmasın fikrim. Əgər zamanı qadın doğru bölürsə və bütün hər kəsin yerini doğru müəyyən edirsə, lap belə səmimi olarsaq, açıq deyim Zümrüd xanım. Məsələn, həyat yoldaşına mənim işim daha önəmlidir səndən deyil də, mən səninlə bərabər o işin öhdəsindən daha yaxşı gələrəm deyə bilirsə və ya da ki, övlad tərbiyəsini heç sonraya ertələmək olmaz məsələn. Mənim üçün ilk öncə mənim övladlarımdır, öncəliyim ailəmdir deyə bilirsə və o ailədə dominant deyilsə, daha çox yaradıcı yanaşa bilirsə, mən inanmıram o qadın uğurlu olmasın. Mən inanmıram o qadınla qaynata, qaynana, ər, ata, ana qürur duymasın. Deyirsiniz ki, qadın dominant olmamalıdır. Olmasın. Maraqlı yanaşmadır. Qadının bir uğuru da əslində hər şeyi bacarıb, amma dominant görünməməkdir. Əlbəttə. Çox Qadın maraqlı. lider ola bilər ki, olsun. Qadının iqtisadi gücü ola bilər, olsun. Amma qadınlarımız bir başqa ağılla O yanaşmalıdırlar. mülayimliyi, zərifliyi də Bir itirməsin. başqa yaxşı bir söz var, bizim Azərbaycan dilində. Biri haqqında deyirlər, o ustadır. Aha. Baxın, o ustalığı bacarmalıdır qadın. Yenə dediyim kimi, birini birinə qurban vermək deyil də, üsyan eləməklə ki, o mənim üçün daha önəmli yox, o bərabər yola çıxmaq, o çıxdığı yolda mən də səninlə bərabər əlimi bu daşın altına qoyacağam. Hətta lap belə irəli gedirəm. Sən acsansa mən də ac qalacağam. Sən geyinmirsənsə mən də geyinəcəm. Biraz bunu qadın üçün deyil ki, kaş ki müştərək deyə bilək. Elə bərabər olsun Bəli. kaş ki. Amma mən Azərbaycan qadınını o qədər güclü hesab eləyirəm. Və o sözü o qədər Azərbaycan qadınımıza yaraşdırıram. O qədər o eyni anda iki əli ilə 20 iş görə biləcək gücə malikdir ki, ona görə heç bir zaman istəmirəm ki, Azərbaycan qadınımız bu məndə alınmadı, məni sıxdılar, məni belə elədilər və ya məni məcbur elədilər, mənə o qədər təzyiq göstərdilər, əsəblərim korlandı. Yaraşdırmıram Zümrüd xanım. Zəif olmayaq Olmayaq. deyirsiniz. Azərbaycan qadınının şansı çoxdur, imkanları boldur. Nə bilim, sadəcə biraz səbirlə, təmkinlə, yaxşı mənada ustalıqla hər şeyi o qədər gözəl əldə eləyə bilərik.
Haqlısınız, çünki Azərbaycan qadınına zəriflik yaraşır, amma zəiflik yox. Azərbaycan qadını çünki, vətənə igid oğullar böyüdən qadındır. Azərbaycan qadını alimlər, müəllimlər, həkimlər doğuran qadındır. Azərbaycan qadını, eee özünü dərk edəndən tez böyüyən və zəifliyi özünə yaraşdırmayan qadındır. Çünki zəiflik həm də düşünürəm ki, mənimlə razılaşacaqsınız, insanı bəhanələrə sığınan, asan yolu tez seçən edir. Zəiflik, qoymur ki, biz daha uzun vədəli, uzun vaxtlı və sağlam düşünək. Ona görə də zərif olaq, amma zəif olmayaq deyir Arzu xanım da və düşünürəm ki, qadınların dostu olan bütün qadınlar da. Çox az qalıb söhbətimizə. Mən elə bilirdim ki, biz yarım saata çox şey danışacağıq, amma nə qədər şey var ki, danışmalıyıq düşünürəm. 20 yaşlı Arzu xanımla indi üz-üzə gəlsəz, yəqin ki, hamımız dönürük o içimizdəki 20 yaşlı insanla danışırıq. Ona 2 cümlə desəniz nə deyərdiniz? 2 cümlə, biraz fikirləşməyim lazımdır, amma biraz söhbətin, önünə belə bir şey qoyarsam, 20 yaşlı Arzu daha enerjili idi. Daha, bir çox arzularına çatmağı hədəfləyən Arzu Aha. idi. Eyni anda bir neçə işin öhdəsindən gələ bilirdi. Təbii ki, yaş 46 olunca artıq o enerji bizdə qalmır. Amma, elədiyim heç bir şeydən peşman deyiləm. Heç bir fədakarlıqla, heç bir, əməyimi ortaya qoyduğum işə hətta haqsızlıq belə görmüş olsam belə heç bir, hərəkətimdən peşman deyiləm. Çünki hər zaman doğru yaşamağa üstün vermişəm. Amma 2 cümlə söyləmiş olarsaq, 20 yaşlı Arzuya deyərdim ki, ay, biraz özünü də düşün. Ay, bütün hallarda fədakarlıq çiyinlərimizdədir Arzu Çox xanım. təəssüf. Təəssüf İnsanıq ki, sonuçta. belədir. Deyərdim biraz özünü də düşün. Bilirsiniz, mən hər zaman özümü, öz istək və arzularımı hər kəsdən sonraya qoydum. Bəlkə də uğurunuzun sirri ordadır. Və yaşım artdıqca, Aha. müdrik insanlarla çox söhbət elədikcə, gözəl, şərəfli həyat yolu keçən insanlarla söhbət elədikcə mən düşünürəm ki, əgər bu gün həyatda nəyinsə mükafatını almışamsa, o fədakarlığın mükafatını almışam. Bütün qadınlar gedə bilir. Heç kim deməsin ki, mən məcburam, qalıram. Sadəcə getmək istəmədiyimiz üçün həmin yerdəyik. Əgər sizin indi yanınızdayıqsa, bu bizim öz seçimimizdir. Getmək istəmədiyimiz üçündür. Qadın nə vaxt gedir? Təbii Özümüz ki, getməsək də biz gedənləri görmüşük. Təbii Zümrüd xanım, razıyam sizinlə. Heç kəs, heç bir qanun, heç bir insan, yəni insani duyğuları olan insan heç kimə deməz ki və arzulamaz ki, sən zülmə tabe ol, zülmdən yaşa. Yəni bunu heç kim arzulamırıq biz təbii ki. Amma gedib və qalmaqdan danışırıqsa, baxın, yenə deyirəm, bir qadın əgər mən bu problemi həll elədim. Mənim ailəmdə, işimdə, çevrəmdə belə bir problem vardı. Problemin növündən asılı olmayaraq. Mən bu problemi həll elədim. Mənim haqqım meydana çıxdı. Hər kəs mənimlə razılaşdı və mən inandırdım ki, biz bu problemi həll eləsək biz doğru yoldayıq bərabər deyə bilirsə, mən o qadını 5 dəfə alqışlayıram. Yox, qadın deyirsə ki, mənə qarşı haqsızlıq oldu, üzümü çevirmədən arxamı çevirib getdim, mən onu uğur hesab eləmirəm. Deyirsiniz ki, tab gətirə bildiyi qədər Tab yox. Problemi həll eləmək lazımdır. Problemə şans vermək lazımdır. Əgər o həllini tapmırsa, dəfələrlə eyni şey təkrarlanırsa və ya biraz öncə dediyim kimi o zülm kateqoriyasına sığdırırıqsa, heç kim heç bir qadına tələb eləmirsən o zülmə tabe ol. Bunu nə Azərbaycan cəmiyyətimizdə kimsə tabe eləmir, nə tələb eləmir, nə qanunlarımız tələb eləmir. Sadəcə o kiçik bir bəsit bir şeyi böyütmək deyilən bir şey var və ya o kiçik bir şeyi ki, həll edə bilərik, onu həll edə bilmirik, həmən gedirik. Mən o zaman o qadınları, bəlkə onlar karyerada uğurlu ola bilərlər Zümrüd xanım. amma hər şey karyera Amma hər şey karyera deyil. Bütün hallarda nə Arzu xanım, nə məncə düşünürəm ki, istər bəylər olsun, sağlam düşünən hamının bir düşüncəsi var ki, bu təkcə xanımlara aid deyil. Bütün insanlara aiddir ki, işin içinə psixoloji və fiziki şiddət varsa, o yerdə qalmaq olmaz. Amma başqa problemlərin öhdəsindən qadın gücü mütləq gələ bilər. Sona yaxınlaşırıq. İstəyirəm ki, sonda belə bir sual verəm Arzu xanıma.
Əgər bir misra olsa Azərbaycan qadını, o necə misra olardı? Azərbaycan, ədəbiyyatında qadın o qədər gözəl təsvir olunub. Baxın, Hüseyn Cavidin Gülbaharı, qadın gülərsə ıssız mühitimiz güləcək. Ümumiyyətlə çoxdur qadınla bağlı şeirlər ki, Azərbaycan qadını ona layiqdir Zümrüd xanım. Mən həqiqətən bizim daşıdığımız milli mənəvi dəyərləri, bizim daşıdığımız o genifondumuzun ümumiyyətlə xarakterimizə qədər hər şeyi o qədər mükəmməl hesab edirəm, o qədər gözəl hesab edirəm, o qədər özümüzü şanslı xalqlardan, yenə dediyim kimi şanslı qadınlardan hesab edirəm. Heç bir halda istəmirəm qadın büdrəsin, heç bir halda istəmirəm qadınlarımız arzularına çatmasın. Kaş ki, bu bizim sonsuz arzularımızdır. Amma bir misra olaraq mən tərəfdən o misra yazılmış olsaydı və ya o bənd yazılmış olsaydı, Yazıbdı Arzu xanım. Yəqin bir eee, gün tam eşidəcəyik. mən onu özüm haqqında dediyim sözü, hər kəsə də təbii ki, yenə deyirəm, arzularımız sonsuzdur. Amma mən susaraq dağları yerindən oynadan qadınam. Mən, susaraq fırtınalar yarada bilən qadınam. Mən səbrimlə, təmkinimlə istədiyim hər şeyi yarada bilən qadınam. Yetər ki, Azərbaycan qadını istəsin. Doğru, hətta işin içinə halalı da qatıram. Yalan olan yerdə ümumiyyətlə heç bir şey cücərmir Zümrüd xanım. O yerdə ki, sən o insana yalan danışa bilərsən. Biraz öncə söylədiyimiz kimi, ilahi ədalət onu gec-tez yerinə qoyacaq. Ona görə Azərbaycan qadını, fırtınadan öncəki səssizlikdir bəzən. Azərbaycan qadını bəzən səbrlə, təmkinlə susaraq dağları da yerindən oynada bilər. Mən o qədər bizim gücümüzə çox inanıram. Yetər ki, özümüzü daim inkişaf elətdirək. Hər sahədə, hər sahədə bunu, ailə ilə bağlı olaraq deyirəm. Yəni tərəzinin bir gözünü ağır eləmək olmaz. Hətta, biraz lap belə işin içinə zarafat qataramsa, bir tək mən varam, ərim var, uşaqlarım var demək olmaz. Bunu hər zaman deyirəm. Biz tək məndən ibarət deyiləm. Doğmalarımız var, çevrəmiz var, işdə işlədiyimiz iş yoldaşlarımız var. İnsanın hər kəsin önündə bir, necə deyim, hər kəsi sevmək məcburiyyətində deyilsən, amma hər kəsə hörmət etmək məcburiyyətindəsən. O hörmətlə yola çıxanda hər şey tarazlanır. Hər şey tarazlanır. Elə isə bu arzu ilə yekunlaşdırırıq bugünkü söhbətimizi. Qoy Azərbaycan xanımı, Azərbaycan qadını heç vaxt yalanla üzləşməsin. Çünki bizi ən məyus edən hadisə başımıza gələn, qarşılaşdığımız yalandır. Bu istər işdə bizə vəd olunan nəsə olsun, istər qarşı cinsin bizə danışdığı balaca bir hekayə yalan olsun, istər evladlarımızdan, istər ətrafımızdan gördüyümüz yalan olsun. Doğrudan da Azərbaycan qadını yalanı sevməyən və yalana layiq olmayan qadındır. Azərbaycan qadını tarixdən üzü bu yana uğur qazanan və sinəsini sipər edən qadındır. Azərbaycan qadını şərəfli yol keçən, indi də şərəfli sınaqdan keçən qadındır və ümid edirəm, arzu edirəm ki, biz və bundan sonrakı gələn nəsillərdə yetişəcək qadınlar bu şərəfli yoldan üzü ağ çıxacaqlar. Bu sınaqdan yenə başı dik çıxacaqlar. Yenidən görüşərik.